Dostlar, bilirsiniz ki Çangan A05-in dayı istehsalı dayandı. Üstündən 3 il keçəcək. Zapsa salmaq istəyəcəksiniz. Deyəcək ki, nə? Çangan A05? Belə maşın var. Papağınızı qoyun qabağınıza, bu sualıma cavab verin. Siz heç şübhələnmirsiniz ki, nəyə görə bizim bir zapsas listimiz yoxdur əlimizdə. Bugün sabah bir ayda da bizim istifadə etdiyimiz modellər istehsaldan çıxacaq. Bax, bu idi mənim sizə dediyim. Hələ də başa düşmürsünüz. Hələ də mütləq qaydada nəysə hadisə olmalıdır. Babəyin belə bir sözü var. Oğluna deyir, mən çox dedim, sən az eşitdin. İndi dostlar, mən çox dedim, siz az eşitdiniz. Dediniz ki, bu istəmir ki, biz maşın alaq sürək, nə olub, laptop kimi maşındır, əladır, zapsası da gələcək, hər şeydə bomba kimi olacaq, servisi də var. Nədir elə filan maşınlarda elə deyirdilər də, sonra zaman keçdi, gəldi. 3-4 dənə serial kimi video çəkdim. Zaman anlayışı ilə bağlı. Zaman keçdi nə deməkdir? Ölkə nə deməkdir? Standart nə deməkdir? İdeya nə deməkdir? Təbii ki, bu sözləri deyəndən heç biri ona baxmayıb. Baxsa da, o yenə də Babəkdən deyəcəm, deyir ki, mən çox dedim, sən az eşitdin. Arada bir kinolara baxın. Bu bizim bu köhnə kinolarımız qəşəng maraqlı söhbətlər eləyirlər orada, kəlamlar deyirlər. İndi bəzən mən çox şey deyirəm, amma başa düşmürsünüz. Niyə başa düşmürsünüz? Çünki elə insanlar var ki, onlara söz bəs eləmir. Bir adam var, deyirlər ki, buna söz kar eləmir. O biri deyir ki, qoy getsin, onda baş daşa dəysin. Hə, indi baş daşa dəydi. Dəydi, indi bir dəfə də. Onlara belə ağsaqqal deyir ki, bala demişdim. İndi bala demişdim. Amma yenə də biraz açmaq istəyirəm bu məsələni ki, növbəti etaplarda bu başı daşa dəyənlərin biraz da ağlı belə daha qəşəng işləsin də. Dostlar, bilirsiniz ki, Çangan A05-in dayı istehsalı dayandı. Adam var, Çangan A05 alıb, hələ maşını yoldadır. Hələ gəlib Bakıya çatmayıb ha. Belə də soruşanda belə, qaqa niyə elə deyirsən? Bir 8-10 il sürəcəm. Maşın yolda, istehsalı dayandı. Bilirsiniz bu nə deməkdir? Yəni bu o deməkdir ki, qardaş sən onu 10 il yox, 3 il sürə bilməyəcəksən. Deyim nəyə görə? Deməli bu maşın çıxdı, yəni il yarımcadılar. Yəni mən də bu işin içindəyəm deyə bilirəm. İl yarımcadılar ki, bu maşın Azərbaycana gəlməyə başladı. Və bu belə türklər deməli partladı. O zaman ki, bu Azərbaycana taksi söhbət çıxdı. BYD-lə Çangan A05 ya da Destroyer, bunlar xalaoğlu əmi qızıdılar. İndi də deyirlər ki, bəs bunun istehsalı dayanıb. Nə olacaq bu? İl yarım keçib üstündən. Bəs Toşla ona oxşayan var. İndi türklər deməli sıvıyırlar söhbəti. Yəni ki, Toşla ona oxşayan var, amma ki, biraz bamper ayrı cürədir, biraz başqa cürədir, biraz orası, amma yenə də odur. İl yarım keçib. Üstündən bir ildə keçəcək, o tamamilə çıxacaq sıradan. Üstündən 3 il keçəcək, zapsa salmaq istəyəcəksiniz. Deyəcək ki, nə? Çangan A05? Belə maşın var. Bəs mən sizə deyəndə ki, qardaşlar, Volkswagen almaq lazımdır. Yox, qaqa, bunun ekranı başqa cürədir. Biri deyirdi ki, masaj stenkası var, multimedia sistemi var. Ay kinoya bax. Mən başa düşə bilmirəm. Siz maşın alırsınız, yoxsa spalni mebel alırsınız? Masaj nədir maşının? Siz ömür boyu Qaz 31, Qaz 24, 06 sürən adamlar deyilsiniz. Yəni ki, nə oldu, nə tez unutdunuz? Heç hələ də ölkədə ən çox maşın Sovet istehsalı maşındır. Nə oldu bəs? Nə tez dəyərləri unutdunuz ki, sizin üçün vacib olan 20 il, 10 il maşını sürməkdir. Nəinki masaj. Masaj nədir vəbşi maşında? Masaj o adam eləyər ki, özün. O belə lüks içindədir, arxayınçılıq içindədir. O da maşın eləməz onu. O gedər, nə bilim, xüsusi yerlərdə, zıtlarda tibbi müayinə altında qəşəng masaj eləyər. O da ki, nə tərdir? Masajın da vaxtı var. Bir həftə 10 gün. Ondan sonra da 2 dəqiqədən bir adam belə şey eləmirlər axı. Olmur axı belə bir şey. Masaj var imiş. İndi get düzəltdir masajı və sən o kreslon görüm işləyəcək ya işləməyəcək. Dostlar, bir dəfə də deyirəm. Nəyə görə Volkswagen? Volkswagen maşın istehsalına baxın. 5 il, 7 il dizayn olunur. 5 il, 7 il maşın konveyerdə qalır. Yəni istehsal olunur. 5 il, 7 ildən sonra istehsal dayanır. Fikir ver abi, 7 il, 5 il. Ondan sonra 14 il digər şirkətlər ona dəstək verir. Digər şirkətlər də kimdir? Bosch, MAN, Siemens, Hella, Bayer, Beru, Schwag, Lenförder, AT, nakatkalardan deyəcəm, Textar. Bunun kimi 100 dənə şirkət var. Hansı ki, elə o Volkswagen qədər də məşhurdur. Yəni Volkswagen yaranandan 5-10 il sonra da bunlar yaranıblar, ya da o vaxt yaranıblar bunlar da. Bunların da tarixçəsi çox böyükdür. Yəni arxayınçılıq var və eyni zamanda nə var? Dünyavi sistem var. İndi sizə bir dənə də sual verəcəm. Papağınızı qoyun qabağınıza, bu sualıma cavab verin. Siz heç şübhələnmirsiniz ki, nəyə görə bizim bir zapsas listimiz yoxdur əlimizdə? Və məsəl üçün Çangan A05 çıxıb, bir dənə gedək girək mağazaya, deyək ki, qardaşım, zapsas satırsan da buna da.
Bir dənə xahiş edirəm, mənim maşınımın VIN kodunu vuraq, orada zapças listi çıxsın, belə illüstrasiyalı zaddır. Mən də bilim ki, mənim zapçasım hansıdır. Yoxdur belə bir şey. Belə bir şey yoxdur. Niyə yoxdur? İndi gəlin gedək Volkswagen-ə vuraq. Görək Volkswagen-in VIN nömrəsi ilə vuraq, çıxacaq maşının bütün şeyləri. Ya da tutaq ki, VIN nömrəsi gizlindir. Lokaldır, Kitaya aiddir. Gedək onun bircə dənə zapçasını götürək, motordan sökək. Bir dənə söktüm belə zapçasını. Aparıb verirsən şeyə. Açır, vurur kodu. Kodu vuran kimi çıxır ki, bu filan motora aid zapçasdır. Və salam, o motordan tutursunuz, gedirsiniz həmişə o motor kodu ilə. Korobkanın adı bəllidir. O korobka kodu ilə götürürsünüz, gedirsiniz. Və yaxud da ki, maşın ehtiyac hissəsini çıxartdınız, gedib göstərən kimi həmin kod dünyəvi koddur. O kodla siz istər Azərbaycandan, istər Almaniyadan, istər Avropadan, istər Türkiyədən, istər Dubaydan, istər Kitaydan zapçaslığınızı alıb gətirirsiniz. Bən nəyə görə Kitayski maşınlarda bu yoxdur? Bəs qardaş, bir düşünün də. Bu ona görə yoxdur ki, maşın zaten 1 il yarım, 2 ildən sonra konveyerdən çıxacaq. Bu yalnız özlərinə aid bir şeydir. Bu alan özlərində var. Bax, Kitaylılar telefonu nə etdilər? Əvvəllər telefonda belə bir şey var idi. Deyirdik ki, məsələn, mən telefonu 3-4 il istifadə edirəm. Modeldə zətdə çox dəyişiklik yox idi. Çünki lüks idi, çox gözəl idi. Ondan sonra bir Kitay anlayışı gəldi və Kitay telefonlar çıxdı. 1 ildən bir dəyişdik. Zapçasda ehtiyac var idi, yox idi. Amma yadınıza gələrsə əvvəllər telefonun zapçasda olurdu. Telefonun ekranını dəyişir. İndi telefon düşdü sındısa, lütfü ged onu sən tərsinə al. Nəinki ged onun ekranını dəyişdir. Və yaxud da ki, batereyka. Müəyyən bir zaman dilimində xarab olur. Siz batereykası son zamanlarda dəyişən telefon görmüsünüz, görməmisiniz. Niyə? Batereyka mı yoxdur? Yox. Zapçası mı yoxdur? Yoxdur. Ehtiyac yoxdur axı buna. Siz bunu yenilirsiniz. İndi bu lokal bazarda da özlərinin sistemləri var. Açır orada baxır. Qarantiya dövründə 2 il, 3 il, il yarım. Kitayda belədir. 3 ildən sonra mən maşını tullayıram da. Bu nədir bu? Bu nə düşüncə tərzidir ki? Mən nəyə görə maşını durub 7-8 il gözləməliyəm? Çünki bunlara bu maşını verirlər 10.000 dollara. Məsələn, qiymət nisbidir ha. Və bu da aylıq ödəniş edir 200-300 dollar. Və 2 ildən sonra da məsələn telefon almırıq. Tutaq ki, bir dənə telefon 2000 manata. Aylıq ödənişi deyirlər ki, 80 manat eləyəcəksən. 80 manat eləyib işlərimi də görürəm. İl yarımdan sonra, 2 ildən sonra kredit də qutarır, telefon da köhnəlir və mən bunu tullayıram və təzəsini alıram. Həmin məntiqdir. Amma bizdə nədir bu məntiq? Məntiq deyir ki, biz maşını 8 il, 10 il sürməliyik. Və bu nədir? Bu nə məntiqdir? Mənim kataloq listimi mən görməliyəm. Və buydu. Mən ona görə dayanmadan sizə deyirdim ki, Volkswagen. İndi baxın, sizə təzə bir dənə də Volkswagen deyəcəm. Volkswagen Tauro, Jeepdir, SUV-dur. İstəyirsinizsə gedin alın. Bunu BZ3 videosunda da gərək ki deydim, amma demədim. Bilməm hansı daha tez olacaq. BZ3-dənsə mən Volkswagen Tauro alaram. Nəyə görə? Qardaş, yenə də bu həmin söhbətdir. Maşının motorunu bilirəm, maşının korobkasını bilirəm. Maşın cəmi Kitayda 13.000 dollara satılır. Bu Jeepdir, bu SUV-dur. Səliqəli, sadə SUV. Sürmək üçün ged 10 il sür. 12 il sür, 15 il sür. Nətər ki Volkswagen Tiguan'ı sürdünüz, nətər ki Volkswagen Touareg-i sürdünüz. Hələ də 2004-ün, 2005-in 20 illik maşınları var. Volkswagenlər satılır mı? Satılır. Gedir mi? Gedir. Düzəlir mi? Düzəlir. Görürsünüz nə qədərdir? Sistemdə zapçaslı var mı? Var. Amma burada nə dedilər? Vəssalam, istehsaldan çıxdı. Bugün sabah bir ayda da bizim istifadələrimiz, modellər istehsaldan çıxacaq. Bax, buydu mənim sizə dediyim. Buydu. Mən çox dedim, siz mənə başa düşmədiniz. İndi yavaş-yavaş başa düşəcəksiniz. Ona görə də yenə deyirəm. Uzun müddət maşın sürüm. Onu da deyim sizə. Bir elə adam var, mənə deyir, qardaş, 3 il sürəcəm, tullayacam. Ürəyim istəyir. Eyvallah, türklər deməli. 3 il, 2 il, ilkin texniki xətalar çıxmasa, narahat olmayın, sürə bilərsiniz. Amma ondan sonra mən bunu sürəcəm 5 il, 10 il, 15 il, 8 il. Unut, kişi maşını konveyerdən çıxartdı. Hələ Azərbaycanın maşını gəlib çıxmayıb. Belə şeylər istəyirsinizsə, onda gərək ki, şirkətin tarixçəsinə baxasınız. Kitayda belə maşınlar var, bəli. Onlar da 7 il konveyerdə qalan modellər var. O cür maşınlar Azərbaycana gəlmir. Onu da deyim ki, 212 onlardan biridir. 50 ildə cəmi 5 dəfə dəyişib. Yəni 10 ildən bir modifikasiya dəyişibdir və model yenidən qurulub. Çünki bu ehtiyacdır belə şeylər. Yəni 7-10 ildən bir mütləq qaydada ən geci dəyişmə getməlidir hər şey. 7-10 il normaldır da. 7-10 il sürüb maşını zaten sən, amma 1 il yarım nə idi sən Allah? 1 il yarım nə idi? Hələ də başa düşmürsünüz.
Hələ də mütləq qaydada nə isə hadisə olmalıdır. Əgər elədirsə, onda siz bu yolla davam edin, baxaq görək bir ildən sonra hansı model sıradan çıxacaq. Bu qədər.